Salam əziz Yanıt TV izləyiciləri. Sosial Yanıtda bugün yenə qarşınızdayıq. Deməli, bugün Azərbaycan gündəmində ən çox müzakirə olunan, ümumiyyətlə sosial şəbəkələrin demək olar ki, başlıca müzakirə mövzusuna çevrilmiş Samirə Əfəndinin Qazaxıstandakı o beynəlxalq tədbirdə erməni iştirakçıya 12 bal verməsi, sonra ona qarşı istifadə elədiyi cümlələrdə mən bütün dünyada sülhün bərqərar olmasını istəyirəm, müharibələrin olmamasını istəyirəm və s. kimi fikirlər və sonda isə onunla qucaqlaşaraq isti bir münasibət göstərməsindən və bunun cəmiyyətdə böyük bir qismdə narazılıq yaratmasından, az bir qismdə isə buna haqq qazandırılanlardan danışmaq istəyirəm. Deməli, məsələnin dərin qatlarında əslində biraz daha ciddi analiz gərəkdirən məsələlər var. Təbii ki, bu 5 dəqiqəlik, 10 dəqiqəlik danışıqla olacaq bir məsələ deyil. Bunun üçün dövlət qurumları və yaxud da ki, qeyri-hökumət təşkilatları ki, sahəsi kütlə psixologiyasını, onun sosioloji tərəflərini araşdırmaqla bağlıdır. Bax, onların burada geniş bir analiz aparması lazımdır. Nəyə görə? Çünki bilirsiniz, burada məsələ sadəcə Samirə Əfəndi və erməni yarışmacı üzərində davam eləmir. Məsələnin mahiyyətində baxın, sosial şəbəkələrdə ən çox nə müzakirə edilməyə başladı? Azərbaycanlı xanım, Azərbaycanlı münsif erməni yarışmacı və onun performansını dəyərləndirdi. Bir erməniyə 12 bal verdi, onun təriflədi və sonda da onunla qucaqlaşaraq səmimi bir ortam yaratdı. Bir çoxları bunu biz başımıza gələn fəlakətləri unutduq artıq. Biz nə unutqan millətik, niyə bir anda hər şeyi unutduq? Baxı, o da ermənidir, eyni xislətlər, hətta bəzi sosial şəbəkə istifadəçiləri iddia etdilər ki, onlar məsələni araşdırıblar və həmin o erməni iştirakçının əslində hərbi xidmətinin Qarabağda olduğu faktını aydınlaşdırıblar. Bax, bütün bunlar hamısı, yəni buradan da onu deməyə çalışırlar ki, o əslində bir anti-Türk, anti-Azərbaycan təfəkkürdə olan bir ermənidir. Yəni, tipik o erməni şovinist ideologiyalarının davamçısıdır. Bax, burada bizim diqqət etməli olduğumuz məsələ nədən ibarətdir? Bu zərurət nədən doğdu? Samirə Əfəndi niyə belə bir addım atdı? Çünki Samirə Əfəndi bir sənət adamı kimi son vaxtlar görür ki, Azərbaycan və Ermənistan arasında sülh quruculuğu, münasibətlərin bərpası, dövlətlər arası əlaqələrin yenidən təşkil edilməsi istiqamətində ciddi addımlar atılır. O da bir Azərbaycan vətəndaşı kimi və dövlətə yaxın, məmurlara yaxın bir sənət adamı kimi bir növdə öz bacardığı qədəri ilə bu prosesə bir dəstək verməyə davam etdi. Yəni, bu bəlkə də şuurlu düşünülmüşdü, amma mən inanmıram ki, şuurlu şəkildə düşünülmüşdü. O an Samirə Əfəndinin içindən gələn və faydalı bilib etdiyi bir addım idi. Amma burada nəyi nəzərə almaq lazımdır? Azərbaycan-Ermənistan münasibətləri bərpa edilərkən, istər Samirə Əfəndi olsun, istər digərləri olsun, nəyi necə hesablayırlar və ya nəyi necə hesablamalıyıq və Azərbaycan-Ermənistan münasibətləri necə bərpa edilməlidir? Bax, bu sualın cavabını tapmalıyıq. Çünki burada sadəcə, belə deyək də, hakimiyyətlərin verəcəyi bir qərardan söhbət getmir. Bu qərarın sonrasında dövlətlərin yaxınlaşması məsələsi var və ondan da önəmli xalqların yenidən qarşılıqlı şəkildə əlaqədə olacağı bir mühitin formalaşması məsələsi var. Yəni, tranzit yollar açılacaq deyirik də. Bu nə deməkdir? Azərbaycan tır şofirləri, KAMAZ şofirləri, ticarət adamları, şirkət işçiləri, biznesmenləri və s. və ilaxır Ermənistan və Ermənistan üzərindən fərqli bazarlara çıxacaqlar. Eyni şəkildə də ermənilər Azərbaycan
bazarına gələcəklər və ya Azərbaycan vasitəsilə fərqli bazarlara çıxacaqlar. Doğrumu? Yəni burada artıq xalqların da kompakt şəkildə yenidən bir yerdə olacağı bir mühitin formalaşmasından gedir söhbət. Ona görə də burada məsələyə sadəcə hakimiyyətlər arası və ya dövlətlər arası deyil, xalqlar arası münasibətlərində bərpası prizmasından yanaşılmalıdır ki, burada da ortaya bir reallıq çıxır, kütlə psixologiyası. Bax, indi həmin münasibətlər bərpa edilərkən kütlə psixologiyasını mütləq nəzərə almalıyıq və o şəkildə davam etməliyik. 200 ildir ki, Azərbaycan xalqı xoşməramlı davranır, xoşniyyətli davranır. Yəni, gəlin baxaq, hələ Qarabağ xanlığı dövründə Qarabağın açarları Çar Rusiyasına təhvil veriləndə ortada anlaşma var idi da, orada Qarabağın daxili məsələləri, nə bilim, sivil insanların yaşayışı, bölgə üzərindəki o hakimlik məsələsi hamısı, yəni daxili siyasət bazında Azərbaycan xalqında qalmalı idi. Buna nə ruslar, nə də sonradan o bölgəyə rusların gətirdiyi ermənilər əməl etdimi? Etmədilər. Və bizi orada nə qədər fəlakət, tək Qarabağdan getmir də söhbət. Digər işğal edilmiş bölgələrimiz olsun, hamısında aşağı yuxarı eyni hal yaşandı. Biz bunu unutduq. Sonra gəldik müstəqillik dövründə. Müstəqillik dövründə də nə baş verdi? Biz öz keçmişimizi unutduğumuz üçün yenə düşündük ki, ya ermənilərdən, ya ruslardan, ya da digərləri ilə artıq qarşılıqlı əlaqələri bərpa edib, yenidən sivil cəmiyyətlərin etdiyi kimi qarşılıqlı əməkdaşlığa, hörmətə dayanan bir mühit formalaşdırıb dinc bircə yaşayışı təmin edə bilərik. Amma bizim bu dəfəki xoş niyyətimizdən necə istifadə edildi? Ermənilər Qarabağda üsyan qaldırdılar. Yeni qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin hələ tam formalaşmamış ordusu ayrı-ayrı silahlı qruplar şəklində o formalaşmış dəstələri və dəstək alınan digər qüvvələr birlikdə Qarabağa yönləndirdilər. Rusiya sərhəddi boşaldı. Düzdür, erməniləri Qarabağda məğlub etdik, Qarabağı onlardan aldıq, onların o şovinist ideyalarının sonu kəsildi o dönəm üçün, amma nəticə etibarilə Rusiya şimal sərhədlərindən daxil oldu və Azərbaycan Xalq Cümhuriyyəti öz qısa ömrünü tamamlamış oldu. Bunu da unutduq. Nə bilim, sonra Zəngəzuru onlara sovetləşmə adı ilə, nə bilim, buna bir gest olaraq hədiyyə verdik. Sonra, nə bilim, mehrini verdik və s. və ilə axır hədiyyə verə-verə gəldik torpaqlarımızdan. Hamısı da nədən irəli gəlirdi? Azərbaycanın başına gətirilmişdi hansısa Kremlin təyin elədiyi adamlar. Xalq da xoşməramlıdır axı. Əşi deyirək, yoxdur. Düzələcəklərsə bunu da eləyək də, bu gesti də eləyək və s. və ilə. Bu xoşməramımız yenə gəlib sonra bizim başımızda çartlayırdı. 20-ci, 30-cu illərdəki köçlər olsun, 40-50-ci illərdəki köçlər olsun və ya Sovetlərin dağılmasına başlayan o 85-dən sonraki mərhələdə etnik Azərbaycanlıların doğma ata-baba yurtlarından, Qərbi Azərbaycandan, Qarabağdan qovulmağa başlanması olsun və s. və ilə axır. Bax, bunlar hamısı bizim milli kimliyimizdir və bu milli kimliyimizdə belə acı xatirələrin yaranmasının və onların sayının bu qədər, yəni 2 əsrdə görün ard-arda neçə dənə faks adlarıq, bu qədər çox olmasının səbəbi nədən ibarətdir? Unutqanlığımızdan və xoşməramlı olmağımızdan. Bəli, məramın xoş olması gözəl bir şeydir və biz bir sivil cəmiyyət kimi insani duyğulara, insani dəyərlərə, dünyəvi sülhə, ədalətə dəyər verən həqiqi sivil bir cəmiyyət kimi buna riayət etməyimiz məni sevindirir. Amma biz özümüz də başa düşməliyik və nəzərə almalıyıq ki, bunu kimə qarşı eləyə bilərik və ya etməliyik. Qarşımızda əgər sivil cəmiyyətlər olacaqsa, bəli, biz başa düşməliyik ki, onlar onsuz da bizim haqlarımıza girməyəcəklər, çünki sivildirlər. Deməli, biz də onların haqlarına girməməliyik. Axı, bizim indi qarşımızda olan cəmiyyət sivil deyil, hələ də konstitusiyalarını dəyişdirə bilmirik ki, ay qardaş, Qarabağ sizin deyil. İşğaldan da azad olundu. Sülh qurmağa çalışır. Siz hələ konstitusiyanızda yazırsınız ki, Qarabağ nə bilim Ermənistanın bir parçasıdır, ermənilərindir və s. və ilə axır. İndi
Ermənilər hələ o şovinizmdən qurtarmayıblar. Çox üzr istəyirəm ki, Paşinyan niyə adı nədir? Referendum keçirmə məsələsini uzadır. Çünki bilir, indi keçirsə o referendumu və yaxud 6 ay əvvəl, 1 il əvvəl, 2 il əvvəl keçirsəydi, o seçkilərdə uduzacaqdı. Çünki cəmiyyətini tanıyır, xalqının nə qədər kirli olduğunu, onların düşüncəsinin nə qədər belə deyək də xəstə təfəkkürlə dolu olduğunu yaxşı bilir. Bax, ona görə də indi bu Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması məsələsində biz bugünkü reallıqları nəzərə alırıq, bu çox yaxşıdır. Amma məcburuq ki, milli kimliyimizi də, milli yaddaşımızı da təzələyək və başa düşək ki, unutmaq lazım deyil. Necə gəldi qucaq açmaq lazım deyil. Necə gəldi səmimiyyət göstərmək lazım deyil. Çünki qarşımızda sivil cəmiyyət deyil qarşımızdakı. Qarşımızdakı tamamilə ideoloji olaraq radikal irqçiliyin dibinə batmış, Rusiyadan, Fransadan, Britaniyadan missioner hərəkətlərinin, biraz da öz içlərindəki o radikal dindarların təzyiqi ilə o hər dində var da ekstremizm. O xristian ekstremizminin ən qatı, ən qanlı örnəyini yaşayan bir toplum var bizim qarşımızda. Mənim bu sözlərim o demək deyil ki, biz erməniləri xalq olaraq, millət olaraq düşmən elan etməliyik və bütün qapıları bağlamalıyıq. Xeyr, elə də etməməliyik. Çünki bu özümüzə də müəyyən bir yerdən sonra zərər vura bilər. Hansı açıdan? Gələcəyin dünyasından danışırıq tez-tez. Mən özüm də hətta o İngiltərənin keçmiş baş naziri David Cameron'dan da əvvəl belə bir qənaətə gəlmişdim, bir təhlillə çıxış etmişdim ki, yeni dünya düzəni qurulacaq və bu dünya əvvəlki kimi tək qütblü yox, çox qütblü dünyaya doğru gedir və mən bunu deyəndə hələ 4-5 il əvvəl idi, heç bir hazırlıqlar onda başlamamışdı, heç Rusiya-Ukrayna müharibəsi də başlamamışdı və s. və ilə. İndi nəyi demək istəyirəm? Bax, bu çox qütblü dünya sistemində, yəni yeni dünya düzəni qurulanda ən əhəmiyyətli məsələlərdən biri də tərəfdaşlıqlar məsələsi olacaq. Yəni, hansı ölkələrin daha çox tərəfdaşı varsa, əslində onlar daha güclü olacaqlar. Bu yeni dünya düzənində sadəcə ərazisi böyük, enerji sərvətləri böyük olan dövlətlər deyil, həm də tərəfdaşı çox olan dövlətlər ən güclülər sırasında yer alacaqlar. Eyni zamanda biz bura aid etməliyik texnologiya məsələsini və mediası güclü olan. Çünki kiberməkanda müharibədən danışırıq, informasiya müharibəsindən danışırıq. Bunun üçün də sənin güclü median olmalıdır. Baxın, güclü mediası olan dövlətlər, güclü texnoloji background-u olan dövlətlər, altyapısı olan dövlətlər və güclü tərəfdaşları olan dövlətlər. Bu üç nüans gələcəyin dünyasında, yeni dünya düzənində dövlətlərin ərazisindən, sərvətlərindən, nə bilim, digər göstəricilərindən asılı olmayaraq dövlətlərin kimin güclü, kimin zəif olacağını belirləyən şərtlər olacaq. Ona görə də biz bu yeni dünya düzəninin artıq ayaq saxlar səslərinin gəldiyi bir reallıqda ermənilərlə də düşmən qalmamalıyıq. Onlarla da sərhədlər açılmalıdır. Onlarla da iqtisadi, siyasi, diplomatik münasibətlər bərpa edilməlidir və ya artıq bərpa edilməsi mümkün olmayan sahələrdə yenidən o münasibətlər qurulmalıdır. Amma bu o demək deyil ki, biz keçmişi də unutmalıyıq. Çünki keçmişi unutsaq, yenə də başımızda bu bir şəkildə gəlib partlayacaq. Unutmamaq lazımdır, yadda saxlamaq lazımdır ki, ola bilsin ki, Paşinyan iqtidarı və yaxud da başqa hansısa iqtidarlar və yaxud da iqtidar olmayan qeyri-qüvvələr Ermənistan cəmiyyətində o kirli düşüncəni dəyişə bilərlər. Ola bilər, cəmiyyətin müəyyən qismində. Amma bu tamlıqla erməni cəmiyyətini təmizləmək, o xislətdən arındırmaq üçün kifayət etməyəcək. Onlar yenə də o altyapılarındakı o irqçi, faşist yanaşmaları unuda bilməyəcəklər. Ümumiyyətlə, kütlə psixologiyasını yaxşı bilənlər bu dediklərimizə haqq qazandıracaqlar ki, xalqlar heç bir zaman milli, mənəvi, tarixi dəyərlərindən, dini dəyərlərindən uzaqlaşa bilmirlər.
zamanın, yəni yaşadığımız zamanın tələblərinə uyğun olaraq hansısa yenilənmələr, yeni dəyərlərin gəlməsi, şərqdən, qərbdən, şimaldan, cənubdan üstün bildikləri mədəniyyətlərdən yeni nələrinsə qəbul olunması baş verə bilər. Amma kütlə psixologiyası və bu sahədə çalışan ən önəmli filosoflar da qeyd edirlər ki, o milli yaddaş məsələsi müəyyən dəyişikliklərə məruz qalsa da kökündən dəyişilmir və o bir gün ideal fürsət yarananda xalq üçün, həmin xalq üçün yenidən özünü ortaya çıxarır. Bax, ermənilərdə də bu baş verəcək. Bugünün reallıqları onları məcbur edəcək ki, yenidən saxta bir qabıqda çıxış etsinlər. Ay, nə bilim, sülh, qardaşlıq, biz türklər də düşmənliyi sonlandırdıq, biz tranziti açmaq istəyirik, iqtisadi layihələr birlikdə işləmək istəyirik, siyasi diplomatik münasibətləri bərpa eləmək istəyirik və s. və ilə. Amma unutmamaq lazımdır. Bu, zamanın tələblərinə uyğun olaraq və yeni dünya düzəninin gətirdiyi yeniliklərə ayaq uydurmaq üçün atacaqları siyasi addımlardır. Biz milli yaddaşımızı o nöqtədə unutmamalıyıq ki, 2 əsrdir bu millət, bu ermənilər bizə bunu eləyirlər və nəticəsində də sondan bizdən həmişə nələrsə qopardırlar, ondan da ziyadə kütləvi qətliamlar törədilər, soyqırımlar törədilər. Bax, bunları yaşamamaq üçün biz nəyə diqqət etməliyik? Samirə Əfəndi də gərək ona diqqət eləyərdi, amma mən onu qınamıram. Çünki Samirə Əfəndi incəsənət xadimidir, incəsənət adamıdır. Onun kütlə psixologiyasından, siyasətdən bilgiləri görünən qədərilə o qədər dərin deyildi ki, o bu addımı atdı. Amma Samirə Əfəndini və onun kimi digər incəsənət xadimlərini və yaxud da idmançıları və yaxud da nə bilim, musiqiçi, aktyor, iqtisadçı, siyasətçi, fərqi yoxdur, hansı sahənin şəxsi olursa olsun, dövlət belə önəmli beynəlxalq tədbirlərə göndərəndə gərək dövlət özü üçün əvvəl bir xətt bəlirləsin və onlara da o xətti izah eləsin ki, baxın, bura qədər ermənilərlə səmimi ola bilərsiniz, amma buradan sonrasını etməyin. Bu, fikrin boğulması demək deyil. Bu, insan haqlarına, azadlıqlarına zidd bir şey deyil. Bu sadəcə nədir? Dövlətin milli mənəvi maraqlarını, dövlət maraqlarını, xalqın, millətin maraqlarını qorumaqdır. Və bu nöqtədə mənə elə gəlir ki, bizim Ermənistanla münasibətlərin bərpasında atacağımız addımlar bu şəkildə olmalıdır. Siyasət, iqtisadiyyat, diplomatiya. Bax, bu sahələrdə dövlətlər arası olmaq şərti ilə münasibətlər ən yaxşı səviyyədə, ən səmimi səviyyədə yenidən bərpa olunmalı və yenidən qurulmalıdır. Amma mədəniyyət, kimlik, dini məsələlər, sosial məsələlər, bax, və ya tarixi məsələlər, bu kimi məsələlərdə isə o səmimiyyəti biz yaratmamalıyıq. Çünki bu məsələlər milli yaddaşı formalaşdırılan təməl məsələlərdir. Birinci saydıqlarım siyasət, iqtisadiyyat və diplomatiya, bunlar yaşanılan dövrün şərtlərinə uyğun dəyişə bilən faktorlardır da və o geosiyasi reallıqlar nədirsə, dövlətlər də, xalqlar da, millətlər də məcburdur ona uyğunlaşmağa. Yəni, ən böyük dövlətlər də bunu eləyir. Çində, Rusiyada, Amerikada. Amma digər məsələlər ki var, din, dil, irq, tarix, milli kimlik, bax, sosial mənəvi sahələr, sosial mənəvi mədəni sahələr. Bunlar milli yaddaşın təzahürüdür. Və milli yaddaşın təzahürünü biz çalışmalıyıq ki, heç bir zaman hansısa erməni ilə səmiyyətə qurban verməyək. Çünki bu, bir müddət sonra gəlib yaddaşın unudulmasına çıxara bilər. Biz 20 yanvarı unuda bilərik. Biz Xocalını unuda bilərik. Biz, nə bilim, Kəlbəcərdəki tunel hadisəsini unuda bilərik. Biz Sumqayıt hadisələrini unuda bilərik. Yəni, bu təxribatlar, bu qətliamlar, bu soyqırımlar hamısı bizim başımıza açılan oyunların təməlidir çünki. Və nəzərə almalıyıq ki,
bizim səmimi olmağa kifayət qədər yaxın millətlər var. Dost dediyimiz, qardaş dediyimiz, Mərkəzi Asiya türkləri, Anadolu türkləri, nə bilim Avropanın sivil cəmiyyətləri, Afrikanın sivil cəmiyyətləri, hamısı yox da, yəni burada sivil cəmiyyətlərdən gedir söhbət. Ermənilərlə münasibətləri sadəcə siyasi, iqtisadi, diplomatiya sahəsində dövlətləri arası müstəvidə ən yüksək səviyyədə bərpa etmək lazımdır ki, yeni dünya düzənində düşmənlərimizin sayını azaldaq və yeni tranzit layihələr olsun, iqtisadi dividend gətirə biləcək layihələr olsun, bunları qazanaq. Amma sosial, mənəvi, dini, tarixi, kimlik məsələlərində həssas olan mövzular ki var, onlarda ermənilərlə biz keçmişin bizə verdiyi dərsləri nəzərə alıb addımlar atmalıyıq. Bax, odur ki, inşallah mən ümid edirəm Azərbaycan dövləti də bundan sonra bunun bir qırmızı cizgisini hazırlayar və sənət adamlarına, bayaq dediyim kimi idmançılara, siyasətçilərə, iqtisadçılara ki, beynəlxalq tədbirlərə göndərəcəyik dövlət xətti ilə, onlara bunu bir izah eləyərik ki, bura qədər bizə düşmən olan tək ermənilər yox, digərlərdir. Bura qədər bizə düşmən olan xalqlarla, millətlərlə bura qədər səmimisiz, buradan o tərəfi sizin işiniz deyil. Bax, onda da cəmiyyəti parçalayan, cəmiyyətdə narazılıqda olan belə hallar yaşanmaz. Milli yaddaşımıza sadiqliyimiz də artar, birliyimiz də artar, gücümüz də qüvvətlənər və düşmənlər də qarşısında artıq daha hazırlıqlı, daha yeni dünyanı görən, anlayan bir toplum olduğunu dərk edərlər və bu da onları bizə qarşı hansı addımlar atma istəyindən çəkindirir. Sağ olun əziz dostlar, görüşərik inşallah yenə. Sosial yanıtımız bu mövzu ilə bağlı beləcə bitmişdir. Əgər sizin də ya bizə, ya baş verənlərə qarşı bir fikriniz varsa, iradınız varsa, yaxud təklifiniz varsa, şərh bölümündə qeyd eləyin. İnşallah bütün şərhlər oxunacaq və fikirləriniz önəmlidir. Önəmli olduğu üçün də nəzərə alınacaq. Sağ olun, hələlik.